Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qafqaz İnfoya verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə ara bir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru ara bir güclənəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə ara bir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ara bir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.